Sumqayıt şəhərində abadlıq və təmizlik istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu çərçivədə Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində geniş miqyaslı iməclik təşkil olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən iməclik aksiyasında şəhər İcra Hakimiyyətinin əməkdaşları, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri və aidiyyatı qurumların nümayəndələri fəal iştirak edib. İməclik zamanı yol boyu ərazilər məişət tullantılarından və alaq otlarından təmizlənib. Yol kənarlarında səliqə-səhman yaradılıb. Yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, ağac və kollar budanıb. Ətraf mühitin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində abadlıq və quruculuq işləri həyata keçirilib. Görülən işlər nəticəsində Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsi daha səliqəli və baxımlı görkəm alıb. Həyata keçirilən tədbirlər şəhərə daxil olan və şəhərdən keçən sakinlərdə, eləcə də qonaqlarda xoş təəssürat formalaşdırmaqla yanaşı, ətraf mühitin mühafizəsinə və sanitar vəziyyətin yaxşılaşdırılmasına da mühüm töhfə verir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif ərazilərində abadlıq, təmizlik və yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir. Küçə və prospektlərin, parkların, istirahət guşələrinin, magistral yolların ətrafının daim nəzarətdə saxlanılması, şəhərin müasir simasının qorunmasına, ekoloji mühitin sağlamlaşdırılmasına və sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir. Qeyd edək ki, həyata keçirilən bu cür iməclik aksiyaları Sumqayıtın daha təmiz, daha abad və daha müasir şəhər kimi inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarda ətraf mühitə həssas münasibətin formalaşmasına da müsbət təsir göstərir. Şəhər rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıtda abadlıq və quruculuq işləri davamlı xarakter alıb və şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində tədbirlər bundan sonra davam etdiriləcək. Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.